Mən mama ginekoloq Qürbətova Nərgiz. Gündəlik praktikamda müxtəlif ginekoloji problemlərlə məşğul oluram. Lakin əsas fəaliyyət sahələrimdən biri uşaqlıq boynu patologiyasıdır. Skrininq testləri aparıram, kolposkopiya ilə məşğul oluram. Niyə uşaqlıq boynu patologiyası? Yəqin ki, bilirsiniz ki, uşaqlıq boynu hərçəngi dünyada geniş yayılmış xəstəliklərdən biridir və heç bir qadın bundan tam sığortalanmayıb. Amma buna baxmayaraq, az bir hərçəng növlərindən biridir ki, biz onu hərçəngə çevrilməmiş vəziyyətdə, prekanseroz, hərçəng öncəsi vəziyyətdə aşkar eləyirik. Yəni, mən hərçəngin erkən mərhələlərini demirəm. Mən deyirəm ki, o vəziyyəti qadın, məsələn, sağlamdır, heç bir şikayəti yoxdur, heç bir xəstəliyi yoxdur, amma uşaqlıq boynunda hüceyrələr səviyyəsində hansısa dəyişiklik başlayır. Və biz bu skrininq testləri ilə, kolposkopiya ilə bunu vaxtında bilirik və öncə, yəni 10 ildən sonra çevrilə bilər bu onkologiya. Biz indi bilirik və bu xəstəliyin qarşısını ala bilərik. Ona görə bütün qadınları müntəzəm ginekoloji müayinələrə çağırıram.